əzizlərimiz, yenə həmişəki kimi 5.5 kilovatlıq mühərriklə ot doğrayan və yem üydənimiz inşallah aparat haqqında məlumat verəcəm. Bu bizim 25'lik ələklə doğradığımız ot. Buyurun. Otumuz maşallah olsun. Çox qurudur, ləzzətdir. Yəni semişka kimi çıtlayır. Burada artıq ot doğrayan heç bir ağırlıq görmür. Zəhmət olmasa, latifləri gəl. Demək əziz əzizlərimiz, gördüyünüz kimi 45 dərəcə ot doğramaq üçün nəzərdə tutulub. İndi biz bunun yerlərini açıb bağlayacağıq bura, otları açıb. Olacaq da inşallah yem üydən 90 dərəcə. Allahın izni ilə indi bağlayaq yem üydənə çörək və yemimizi üydüb sizlərə inşallah o vaxtda məlumat verəcəm. Bu isə bizim gördüyünüz kimi ələklərimizdir. 5 yarımlıq ələyimiz və 4'lük ələyimiz. Bu isə bizim əziz izləyicilərimiz. Zəhmət olmasa fikir verin belə şeylərə. Yəni yemin bunçeri ayrıdır. Ot doğramaq üçün boşqa ayrıdır. Yem üyütmək üçün bıçaqlar ayrıdır. Ot doğramaq üçün bıçaqlar ayrıdır. Yemin ələkləri ayrıdır. Yəni 4 dənə ələyimiz olur. Universala ait ələklərdir. 4 dənə. Onların ikisi dənli bitkilər üçün, ikisi isə ot doğramaq üçün nəzərdə tutulubdur. İndi mənə ver zəhmət olmasa. Əziz əzizlərimiz, 10 kilogram həcmində arpamızı, arpa dənli bitkisini daxil elədik bunçerimizə inşallah. İndi Allahın izni ilə işə salar. Ya Allah. Işığımız hal-hazırda 210 volt. Mühərrikə düşən ağırlıq isə 15 amper. Əsas məsələlərdən də biri, zəhmət olmasa biraz arxadan gəl, yem üydərkən, yəni tozlanma, o bölgədə deyil. Demək olar ki, tozlanması yoxdur, Allah'a şükürlər olsun.
Büyüklüğümüz həcmi sizlərə nümayiş elətdirək. Maşallah olsun. Həmişə kimi Allaha şükürlər olsun. Buyurun əziz izləyicilərimiz. Yaxından çək Natif. Bəlkə kölgəyə gedək. Gündə yaxşı görünür. Ya Allah. Buyurun əziz izləyicilərimiz. Allaha çox şükürlər olsun. Arpa unu. Ay maşallah olsun. Demək, dənli bitkinin quru olmağından da çox şey asılıdır. Demək, dənli bitki nəm olduqda qırmanı çox verir, nəinki unluluq. Narın üyütdüyü Allaha çox şükürlər olsun. Demək, əziz izləyicilərimiz, gördüyünüz, zəhmət olmasa bura gəl. Gördüyünüz bu hissə otun çıxışıdır. Yəni bu çıxışı bağlayırıq, yem üçün çıxışı açırıq. Və bura meşoğu bağlayaraq kisəni üydülmüş dənli bitkilərin yəni üydülür, oradan meşoqlara, kisələrə vurulur. Opa qurtardıqdan sonra buranın da özünün öz qapağı var. Bağlanır, otun çıxışı açılır və bu minvalla həm ot doğranılır, həm yem üydülür. Baxdığınız üçün çox sağ olun. Allah amanında olun. Allah işlərinizi avan eləsin.